Salam. Yaxın bir neçə dəqiqə ərzində dövlət xidmətləri sahəsində baş verən yeniliklərdən, statistik göstəricilərdən daha ətraflı məlumatınız olacaq. Əvvəlcə anonslara nəzər salaq. Ötən həftənin statistikası: nə qədər müraciət cavablandırıldı? Çilidən olan parlamentarilər asan xidmətdə. Oksford tələbəsi asan xidmət barədə nə yazdı? Səyyar asan xidmət harada fəaliyyət göstərir? Body Game təlimində nələr baş verdi? Müəllimlər üçün xüsusi süni zəka workshopu keçirildi. Ötən həftə asan xidmət mərkəzlərdə 228.219 müraciət qeydə alındı. Asan kommunal mərkəzlərdə edilən müraciət sayı 12.237 oldu. Səyyar asan xidmət vasitəsilə 1696 müraciət cavablandırıldı. 108 çağrı mərkəzinə edilən müraciət sayı 16.204 oldu. Ötən həftə ərzində vətəndaşlara 9356 viza verildi. Asan ödəniş vasitəsilə 79.500 ödəniş həyata keçirildi. Çilidən olan parlamentarilər asan xidmətdə olublar. Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmonov Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ilə görüşüb, qonaqlara asan xidmət mərkəzləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan asan xidmət əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. Qonaqlar asan xidmətin, eləcə də Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrin onlarda böyük təəssürat yaratdığını, bu təcrübənin Çili tərəfi ilə də paylaşılmasında maraqlı olduqlarını bildiriblər. Oksford Universitetinin Blavatnik İdarəçilik Məktəbinin blokunda ölkəmizin asan xidmət təcrübəsinə həsr olunan məqalə dərc olunub. Sözügedən məqalə Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi ilə Oksford Universiteti arasında qurulan əməkdaşlıq çərçivəsində asan xidmətdə təşkil olunan yay təcrübə proqramında iştirak etmiş Oksford Universitetinin tələbəsi tərəfindən hazırlanıb. Məqalədə qeyd olunur ki, asan xidmət mərkəzləri müxtəlif dövlət qurumlarının xidmətlərini bir araya toplayaraq vahid məkan prinsipi əsasında vətəndaşların dövlət xidmətlərinə rahat çıxışını təmin edir. Eyni zamanda məqalədə asan təcrübəsinin ölkədə dövlət xidmətlərində innovativ həllərin tətbiqini genişləndirdiyi, eləcə də müvafiq sahə üzrə şəffaflığı təmin etdiyi bildirilir. Bununla yanaşı, bu model dövlət-vətəndaş münasibətlərində etimadı gücləndirmək baxımından da əhəmiyyətli təcrübə kimi dəyərləndirilir. Səyyar asan xidmətin regionlarda fəaliyyəti davam edir. 30 oktyabrda Yevlaq, İsmayıllı, Yardımlı, Siyəzən, Göygöl, Saatlı, Zaqatala və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək. Səyyar asan xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. Səyyar asan xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-14:00 arası isə nahar fasiləsidir. Yardımlı rayonunda fəaliyyət göstərən səyyar asan xidmət avtobuslarında iş qrafiki saat 11:00-dan 17:00-dək nəzərdə tutulub. Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 çağrı mərkəzinə müraciət edə bilərlər. Asan İnnovativ İnkişaf Mərkəzi Body Game təlimini reallaşdırıb. Türkiyədə yaranaraq dünyanın müxtəlif ölkələrində tətbiq edilən bu 10 saatlıq proqram musiqi, oyun və öyrənməni bir araya gətirən innovativ metodologiyaya əsaslanır. Təlimi Türkiyəli peşəkar mütəxəssislər Tuncer, Edis Toksoy və Esin Toksoy aparıblar. Fərqli sahələri təmsil edən 50-dən çox iştirakçının qatıldığı təlim tamamilə interaktiv formada keçirilib. Proqram çərçivəsində ritm və bədən hərəkətləri, stəkan oyunları, intizam və koordinasiya məşqləri, qrup rəqsləri, həmçinin yaradıcı materiallardan istifadə etməklə müxtəlif interaktiv fəaliyyətlər həyata keçirilib. Bu metodika iştirakçıların həm yaradıcı potensialını, həm də komanda bacarıqlarını gücləndirməyə xidmət edib. Asan İnnovativ İnkişaf Mərkəzi tərəfindən müəllimlər üçün xüsusi süni zəka workshopu təşkil olunub. 5 oktyabr müəllimlər gününə həsr olunan workshop müəllimlərin yeni texnologiyalarla tanış olması, tədrisdə süni zəkanın tətbiqi imkanlarının öyrənməsi və təhsil prosesində innovativ yanaşmaları mənimsəməsi məqsədi daşıyıb. Praktiki workshopda iştirakçılara süni zəkanın əsas prinsipləri, tədris prosesində istifadəsi, interaktiv dərslərin təşkili və şagirdlərin marağını artıracaq yeni alətlər barədə ətraflı məlumat təqdim olunub.
Tədbir boyu müəllimlər nəzəri biliklərlə yanaşı praktiki tapşırıqlarda da iştirak ediblər. Onlara süni zəka vasitəsilə dərs planı hazırlamaq, test sualları yaratmaq, təlim materiallarını fərdiləşdirmək və şagirdlərin öyrənmə sürətinə uyğun məzmun formalaşdırmaq kimi bacarıqlar nümayiş etdirilib. Sonda hər bir iştirakçıya sertifikat təqdim olunub. Belə, missiyamız xidmətlərin təşkilində müasir, innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır. Bu və ya digər maraqlı faktları, faydalı məlumatları, gündəm xəbərlərini qaçırmamaq üçün Asan TV-nin sosial media səhifələrini mütləq izləyin.